Esselamu Aleyküm və Rəhmətullah. Dostlar, hər vaxtınız xeyir olsun. Xocavənd rayonunun Hadrut qəsəbəsində çox gözəl, möhtəşəm, mənzərəli bir yerdə Allaha həmd olsun. Belə bir məscid inşa edilib. Çox gözəl, demək olar ki, ən yüksək yerlərdən birində və buradan ərazi görsənir və mən çalışacağım məscidlə sizi tanış edim. Məscidin ərazisi ilə daha doğrusu tanış edim. Belə fərqli bir dizaynda dəstəmazxanadır. Bura kişilər üçündür. Kişilər üçün nəzərdə tutulub dəstəmazxana və buradan məscidin giriş, bu qarşıda, bu tərəfdə gördüyünüz qadınlar üçün nəzərdə tutulan dəstəmazxanadır. Bu məscidin görünüşü və içəridə daxil olacağım. Burada qarşıda şəkillər var. Mən həmin şəkildən də tam şəkildə görsənsin deyə çalışacağım ki, göstərim sizə məscidin. Belə bir formadadır, belə deyək. Bu formada bunu da göstərim sizə. Ola bilər mən tam şəkildə göstərə bilməyim. Məscidin içərisinə daxil olmadan öncə qarşı tərəfdən də istəyirəm ki, məsciddən açılan ərazini panoram şəklində sizə göstərim və xüsusən də belə məscidin qarşısında yaşıllıqlar, oturacaqlar park kimi nəzərdə tutulub. Bu formada, yəni həqiqətən çox gözəl bir yerdə seçilib. Həm ibadət üçün, həm də açılan mənzərə möhtəşəmdir. Hadrut qəsəbəsinin ən hündür yerlərindən birində. İnşallah burada soydaşlarımız qayıdandan sonra Allahın izni ilə məscid ibadət edən insanlarla dolu olar. O qədər çox olar ki, ibadət edən, gələnlər o qədər çox olsun ki, bir məscid bəs etməsin, onlarla məscid inşa edilsin və burada yaşayan müsəlman əhli çoxalsın Allahın izni ilə və çalışıram məscidin içərisinə də girim. Bismillah, sizləri tanış edək məscidin. Belə gözəl bir sadə quruluşda, çox sadə, qəşəng. Yəni demək olar ki, artıq heç bir şey yoxdur. Möhtəşəm, yəni həqiqətən sadə bir dizayn olunub və bu yuxarıda xanımların ibadəti üçün nəzərdə tutulmuş yerdir. Yuxarı. Bu da bizim əməkdaşımız məscidin görüntülərini çəkir. Həqiqətən Allaha sonsuz şükürlər olsun bizlərə bu günləri nəsib etdiyi üçün. 6 il öncə bugün Vətən müharibəsinin başlanmasının il dönümü günüdür. 27 sentyabr 2025. 6 il öncə biz nə vaxtsa düşünsəydik ki, bu torpaqlarda gəlib ibadət etmək, Hadrutda məsciddə məscid olacaq, məsciddə ibadət etmək inanmazdıq. Amma həqiqətən bu günləri bizlərə yaşadan Rəbbimizə sonsuz şükürlər olsun. Bu yolda canlarını fəda edən şəhidlərə Allahdan rəhmət diləyir.
onların şəhadətlərinin qəbul olması, məqamlarının uca olmasını Allahdan arzu edirik. Onların ailələrinə səbir arzu edirik və qazilərimizə Allah can sağlığı versin, tezliklə sağlıqlarına qovuşsunlar. Allah ordumuzu qorusun, Allah millətimizi qorusun və bu vətən üzərində, müsəlman torpaqları üzərində olan qara buludlar geçsin və həmişə inşallah müsəlmanlar, ölkəmiz, vətənimiz əmin-amanlıq içərisində olsun. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.